Salamlar hər kəsə. Rəqəmsal dünyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq və bu inkişaf biznes dünyasını da kökündən dəyişdirir. Şirkətlər artıq Generative AI-dan istifadə edərək daha effektiv, daha yaradıcı və daha çox müştəri yönümlü olurlar. Bu videoda Generative AI-nın biznes dünyasını necə inqilab etdiyini real dünya nümunələri ilə araşdıracaq. Generative AI insan kimi düşünməsə də insan kimi yaza bilər. Artıq şirkətlər Generative AI alətlərindən istifadə edərək blog yazıları, məqalələr, sosial media paylaşımları və hətta kitablar belə yaza bilirlər. BuzzFeed kimi media nəhəngləri artıq Generative AI-dan istifadə edərək məzmun strategiyasına yeni bir boyut qazandırır. BuzzFeed, OpenAI tərəfindən hazırlanan GPT modelindən istifadə edərək content ideyalarını avtomatlaşdırır və ilkin məqalə variantları hazırlayır. Bu yanaşma həm məzmun yaradılmasını sürətləndirir, həm də müxtəlif auditoriya segmentləri üçün daha uyğun materialların hazırlanmasına kömək edir. Bir şəkil 1000 sözə bərabərdir deyirlər. Artıq şirkətlər Generative AI alətlərindən istifadə edərək yüksək keyfiyyətli və orijinal şəkillər yarada bilirlər. Dünya Təbiəti Mühafizə Fondu, yəni WWF, Generative AI-nın gücünü World Without Nature kampaniyasında gözəl bir şəkildə nümayiş etdirdi. Kampaniya çərçivəsində Generative AI alətləri ilə təbiətin olmadığı bir dünyanı təsvir edən təsirli şəkillər yaradıldı. Video günümüzdə ən populyar content formatlarından biridir. Generative AI isə video istehsalını daha əlçatan və daha effektiv hala gətirir. Virgin Voyage, Generative AI texnologiyasından istifadə edərək fərdi kruiz dəvətnamələri hazırlayan ilk şirkətlərdən biri oldu. Məşhur müğənni Jennifer Lopez'in video görüntülərindən istifadə edən Virgin Voyages, müştərilərinə öz adlarına xitabən hazırlanmış fərdi video dəvətnamələr göndərdi. Bu kampaniya hədəf kütlə ilə daha güclü bir əlaqə qurmaq üçün Generative AI texnologiyasının necə istifadə oluna biləcəyini gözəl bir nümunədir. Proqramlaşdırma rəqəmsal dünyanın temelini təşkil edir. GitHub Copilot kimi Generative AI alətləri proqramçılara kod yazarkən real vaxtda kömək edir. Bu alətlər funksiyalar təklif edir, kod səhvlərini aşkarlayır və hətta proqramçıların yazmaq istədikləri kodları onlar üçün tamamlaya bilir. ChatGPT kimi Generative AI alətləri proqramçılara kod səhvlərini tapmaqda və düzəltməkdə yardım edir. Beləliklə, proqramçılar saatlarla vaxt itirmədən xətaları sürətlə həll edə bilirlər. Məlumat günümüzdə ən dəyərli aktivlərdən biridir. Generative AI isə bu dəyəri daha da artırmaq üçün süni məlumat yaratmaqda istifadə olunur. Süni məlumat, real məlumatların statistik xüsusiyyətlərini əks etdirən, lakin real şəxsləri və ya hadisələri ifadə etməyən məlumatlardır. Süni məlumat generasiyası xüsusilə səhiyyə sahəsində böyük potensiala sahibdir. Generative AI isə bu problemi süni xəstə məlumatları yaradaraq həll edə bilər. Gördüyünüz kimi, Generative AI artıq biznes dünyasını dəyişdirməyə başlayıb. Bu videoda sadəcə bir neçə nümunə araşdırdıq. Generative AI texnologiyası sürətlə inkişaf etməyə davam edir və gələcəkdə daha da çox sahədə istifadə olunacağı açıqdır. Əgər siz də biznesinizdə Generative AI-dan istifadə etmək istəyirsinizsə, ilk növbədə ehtiyaclarınızı və hədəflərinizi müəyyən edin. Gələcəyin dünyasında uğur qazanmaq üçün Generative AI-nın gücündən faydalanmağa hazır olun.